Hamıya salam olsun dostlar. Bugün sizlərlə birlikdə görürsünüz. 8 abunəm olmalıydı. Bir nəfər mənim takipçimdən çıxdı. Əncəsində 8 abunəm olmalıydı dediyim kimi o birisi videoda və Fork kanalıma like atıb abunə olun. Belə videoların gəlməsini, davam etməsini belə istəyirsinizsə like atın, abunə olun, davam gələcək. Baxın. Tik Plus Fans diye program var idi əvvəlki videoda. Like, izləyici, baxış əldə edə bilirdik və indi də edə bilərik. Necə? Sizə deyim. Tik Plus Fans'a girsiniz. Girdik. 60 dənə mənim belə çıxdı. Mən də buradan follower almaq istəyirəm. Və buradan like da var. Mən bunu mənim istəyirəm, amma 200 çox istəyir. Və mən də baxış istəyirəm. Yəni çox istəyir. Məncə gəlməyəcək baxışlar falan. Elə risk eləyəmirəm. Mən hələ də şeyin dərdindəyəm. Çox istəyir. Basıram da sağ. 25 abunə. Haydi 25 abunə qazanaq. Əgər böyle yenileyim. Eğer 25 abunəm olmasa, bu reklamlardan da çıxmasa qəşəng olar və qazancıraq və və 10 buradan alıram. Alıram 10 follower. 10 dənə adam takip. Məncə olmayacaq. Məncə qurmadı, arada bir başqalar takip edir də məncə. Reklam gəlməsin də, nə qədər bəx reklam gəlmir deyə. İndi nəsə gəlir. Dostlar. Aldım. Verdim, aldım qəşəng. 20-ni də saxlayacağam. 20-ni də saxlayıram, yığmaq istəyirəm. Bəyənmə alacağım. 100'ə baxış alacağım, 200'ə bəyənmə alacağım. Bıktım ya. Və inanmıram. Yəni olsun belə 10 və 10 şey aldım da. Ha 10 aldım, elə bildim 25'dim. Neyse. 10 aldım. 17 şeyim olmalıdır. Dostlar, o birisi videoda göstərəcəm. Gəlib mi, gəlməyib mi göstərəcəm. Haydi like atın, abunə olun. Gerçək mi, real mi, fake mi olduğunu deyəcəm. Hadi